Oxatan bürcündə olan insanı vaxtında dərk eləmək lazımdır. Vallah deyirəm, sonra çıraq axtaracaqsan. Həqiqətən, dünya oxatan bürcündə olan insanların əlində olsaydı, heç bir yoxsul insan olmazdı, heç bir gözü yaşlı insan olmazdı. Oxatan bürcündə olan insanlar həqiqətən, nə qədər yaxşılıq etsə də əllərinin duzları yoxdur. 200'lü insanlar o qədər ətrafında var. Amma buna inat oxatan bürcündə olan insanlar yenə də yaxşılığını edir və yenə də dimdik ayaq üstündədir. Oxatan bürcündə olan insanları gözü götürməyənlər, sözüm sizədir. Siz nə qədər paxıllıq etsəniz də, gözünləriniz götürməsə də, amma oxatan bürcündə olan insanlar sizə acıq, hər zaman parlayacaqlar. Onların ulduzlarını siz söndürə bilməyəcəksiniz. Oxatan bürcündə olan insanlar çox vəfalı insanlardır. Sevgidə də həqiqətən çox gözəl dəyər versən, sona qədər sənə dəyər verəcək. Amma səndən biraz soyuqluq hiss etsə, vallah deyirəm, səssiz də çıxıb gedə bilər, səni incitmədən. Heç kimin varına, yoxuna görə heç vaxt yaltaqlıq eləməz. Oxatan bürcündə olan insanlar həqiqətən ilahi ədaləti hər zaman üstün verən insanlardır. Ona görə bir oxatan bürcü varsa həyatında, vaxtında dərk elə ki, sonra çıraq axtarmayasın.